Ötən gün Rusiyanın şimal və yaxud da ikinci paytaxtında Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu və görüş əsnasında bir sıra həm ikitərəfli gündəliyə dair, həm regiona dair məsələlər müzakirə olundu. Amma mən xüsusilə dayanmaq istəyirəm bir mövzunun üstündə. O da Azərbaycan-Ermənistan arasında yaradılan sülh gündəliyi çərçivəsində Ermənistan-Rusiya münasibətlərinə. Bu barədə açıqlamaları xüsusilə diqqət yetirdi Nikol Paşinyan və bildirdi ki, Azərbaycanla Ermənistan arasında yaradılan sülh prosesi gələcəkdə, istər indiki məqamda, istərsə də gələcəkdə Ermənistan və Rusiya arasında münasibətlərə də təkan verəcək və yeni səviyyəyə çatdıracaq bu münasibətləri. Təbii ki, ilkin növbədə söhbət iqtisadi münasibətlərdən gedir və mənə elə gəlir ki, Nikol Paşinyan indiki məqamda bunu elə belə demir. Çünki biz adətən müşahidə edirik ki, qış aylarında xüsusilə hava şəraiti kəskinləşəndə Ermənistandan Gürcüstan vasitəsilə, yuxarı Lars vasitəsilə aparılan yüklərdə bəzi problemlər olur. Sırf iqlim səbəbindən, bilirsiniz, dağlıq ərazidir və iqlim dəyişkənliyi baş verəndə qış aylarında yollarda problem olur və uzun növbələri biz orada görürük. Uzun növbələri görürük. Artıq yolların keçidində bəzi məhdudiyyətlər yaranır və ola bilsin ki, yaxın gələcəkdə məhz Ermənistandan Rusiyaya yüklərin və yaxud da Rusiyadan Ermənistana yüklərin Azərbaycandan keçidi də baş tutsun. Qış aylarında, amma təbii ki, burada son söz yenə də Azərbaycanın olacaq. Son sözü Azərbaycan deməlidir. Digər tərəfdən bir sıra digər məsələlər də müzakirə olunub Putin və Paşinyan arasında. Xüsusilə qarşılıqlı ticarət dövriyyəsinə diqqət yetirilib. Vladimir Putin eyni zamanda Ermənistanla enerji sahəsində xüsusilə maraqlı məsələdir ki, nüvə sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu qeyd edib. Yəni, biraz da Rusiya bu məsələdə həm də nəyə görə maraqlıdır, mən düşünürəm. Çünki bilirik, sanksiyalarla üz-üzədir, enerji məsələsi ilə bağlı bir növ onu Avropa ölkələri blokadaya almaq istəyirlər. Ondan qaz və digər, belə deyək, təbii sərvətlərinin başqa ölkələrə, xarici ölkələrə, Avropalara daşınmasının biraz qarşısını almaq istəyirlər. Ona görə də yəni Ermənistan və digər ölkələrlə belə özünə yeni bazarlar yaratmaq istəməyi də yəqin ki, Rusiyanın tam normaldır. Və şübhəsiz ki, son vaxtlar mən düşünürəm ki, qeyd eləməliyik, Ukraynanın dronlar vasitəsilə Rusiyanın enerji obyektlərinə zərbələri şübhəsiz ki, məhz bu prosesə də təsirsiz ötüşmür. Təbii ki, maraq doğuran məsələlərdən biri də regionda yaradılması planlaşdırılan Zəngəzur dəhlizidir, TRIP layihəsidir. Bu istiqamətdə də danışıqlar aparılıb iki ölkənin lideri arasında və Nikol Paşinyan bildirib ki, hazırda Ermənistanı Türkiyə və Azərbaycanla birləşdirən dəmir yollarının bərpası istiqamətində işlər aparılmalıdır. Ermənistan baş nazirinin sözlərinə görə hazırda dəmir yolu sərhədlərinin açılmasına dair konkret siyasi qərar yoxdur, amma artıq vəziyyət elə nöqtəyə çatıb ki, artıq dəmir yolları hazır olmalıdır. Bunu da Nikol Paşinyan Vladimir Putinə elə belə demir, çünki Ermənistanda dəmir yollarının əksəriyyəti məhz Rusiya şirkətlərinə məxsusdur, Rusiya dəmir yollarına məxsusdur və bir növ artıq sanki Rusiyaya mesaj göndərir ki, baxın, sizin tabeliyinizdə olan şirkətlər bu dəmir yollarını bərpa etməlidir ki, artıq regionda konkret sərhədlərin açılmasına dair siyasi qərar olduqdan sonra artıq biz dərhal işə başlayaq. Bu iş isə istər Ermənistan tərəfdə, istər Rusiya, daha doğrusu istər Türkiyə, istərsə də Azərbaycan tərəfdə fəal şəkildə aparılır. Biz bir müddət öncə Nikol Paşinyanın tapşırığının şahidi olmuşuq ki, Türkiyə ilə sərhəddə yerləşən dəmir yollarına baxış keçirilsin və dünənsə artıq şahidi olduq ki, Türkiyə nümayəndə heyəti Ermənistanla sərhəddə yerləşən Əlican keçid məntəqəsini ziyarət edib. Türkiyənin İğdır vilayətinin qubernatoru Ercan Turan və digər yüksək vəzifəli məmurlar əraziyə gəlib və infrastruktura baxış keçirib, hansı çatışmazlıqlar var, nə tikilməlidir, infrastruktur cəhətdən hansı çatışmazlıqlar var və bu çatışmazlıqların aradan qaldırılması istiqamətində hansı işlər görülə bilər, müəyyən tapşırıqlar verilib və hazırda yaxın gələcəkdə siyasi qərar təbii ki, gözlənilir. Ermənistan həm də bu istiqamətdə, belə deyək, qonşularına qarşı
qarşı, xüsusilə də Azərbaycanla münasibətdə müsbət davranışları, həmçinin Azərbaycan təbii ki, onsuz da biz bilirik, ölkəmiz hər zaman sülhün yanındadır və qonşuları ilə səmimi, normal münasibət qurmağın tərəfdarıdır. Bu, həmçinin Azərbaycanla münasibətlərin normallaşması, sülhə doğru atılan addımlar Ermənistana hər mənada həm də görürəm ki, sərf edir. Çünki Türkiyə ilə münasibətlərini də paralel olaraq düzəltmiş olur. Sırf elə Azərbaycana göstərdiyi münasibətin, yəni ki, burada çox böyük rolu var. Amma mən dünən də həm də oxudum ki, Türkiyə ilə düzdür Süleyman Dəmiryol və yaxud da digər yerüstü nəqliyyatın intensivləşməsindən və yaxud da imkanlardan dedi. Amma dünən də oxudum ki, Türkiyə mənbələrindən artıq Türkiyə ilə Ermənistan arasında hava yolları baxımından da kifayət qədər intensivləşir. Daha çox təyyarələr həm Türkiyədən Ermənistandan, İstənilən halda bu proseslər münasibətlərin sıxlaşmasına, yaxşı mənada düzəlməsinə gətirib çıxaracaq yəqin ki. Biz Zəngəzur dəhlizinə, TRIP layihəsinə toxunduq az öncə və təbii ki, region ölkələrindən savayı artıq dünyanın bir sıra regionları da bu layihənin əhəmiyyətini son illər dərk edib, xüsusilə ona görə ki, orta dəhlizin üzərində yerləşir. Təbii ki, region ölkələri olduğu kimi regiondan kənar olan fiqurlar da artıq bu layihəyə marağını yönəldib. Mən xüsusilə Avropa İttifaqını qeyd eləmək istəyirəm. Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Vasilis Maraqas bildirib ki, Avropa İttifaqının Tramp marşrutunda və yaxud da TRIP layihəsində mümkün iştirak formatı ilə bağlı hər iki tərəflə, yəni Birləşmiş Ştatlar eyni zamanda Ermənistanla danışıqlar aparır və görünən odur ki, artıq Avropa İttifaqı cəlb olunmaq istəyir bu layihəyə. Təbii ki, Avropa İttifaqından əvvəl burada region ölkələrinin qərarı nə olacaq, xüsusilə Azərbaycanın bundan bağlı qərarı nə olacaq, bu xüsusi önəm daşıyır. Eyni zamanda Rusiyanın bundan bağlı fikirləri, Rusiyadan gələn mövqe maraqlı olacaq. Çünki biz bir neçə gün bundan öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmilərindən belə bir bəyanat eşitdik ki, artıq Rusiya prosesə cəlb olunmaq istəyir, Zəngəzur dəhlizi layihəsində iştirak eləmək istəyir, həmin o TRIP marşrutunda. Amma Nikol Paşinyan ictimaiyyət qarşısında açıq şəkildə bildirdi ki, Rusiya ora cəlb olunmayacaq, ora Ermənistanın suveren ərazisidir və TRIP layihəsi Ermənistan və Birləşmiş Ştatlar arasında əldə olunan razılaşmanın nəticəsində yaradılacaq bir layihədir və bu istiqamətdə istisna eləyib Rusiyanın orada iştirakını, baxmayaraq ki, az öncə qeyd etdiyim kimi Rusiya dəmir yollarının nəzarətindədir Ermənistanın əksər dəmir yolları. İndi maraqlı məsələ ondan ibarətdir ki, əgər Nikol Paşinyan müsbət yanaşsa Avropa İttifaqının TRIP layihəsində iştirakını Rusiya tərəfdən necə qarşılanacaq və Rusiya bu məsələyə necə münasibət bildirəcək. Mən elə regionla davam eləmək istəyirəm. İrakli Kobaxidze, Gürcüstanın baş naziri, elə Rusiya ilə bağlı bir sıra maraqlı açıqlamalarla diqqət çəkib və bildirib ki, ümumiyyətlə Rusiyaya qarşı siyasət aydındır, rəsmi Tbilisinin və əsas qırmızı xətti məhz işğal məsələsi ilə bağlıdır. Həmin o ərazi məsələsi bəli. Bəli, İrakli Kobaxidze qeyd edib ki, xüsusilə işğal məsələsi qırmızı xətt hesab olunur. Baxmayaraq ki, Gürcüstanın hazırda intensiv şəkildə Rusiya ilə iqtisadi, ticari əlaqələri var. Amma baş nazirin sözlərinə görə indiki məqamda bu əlaqələr müəyyən çərçivə əsasında fəaliyyət göstərir. Daha geniş əməkdaşlıq üçün, digər sahələrdə əməkdaşlıq üçün, xüsusilə diplomatik əlaqələrin genişləndirilməsi, davam etdirilməsi üçün təbii ki, işğal faktı aradan qaldırılmalıdır və Rusiya Gürcüstanın ərazilərini işğaldan azad etməlidir deyib İrakli Kobaxidze və işğaldan azad olunmayana qədər Kobaxidzenin sözlərinə görə bu münasibətlər bərpa olunmayacaq. Bizim regiondan danışdım, qısa olaraq yaxın şərqə diqqət çəkmək istəyirəm. Benyamin Netanyahu, İsrailin baş naziri, Yunanistan və Kipr liderləri ilə görüşündən sonra birlikdə mətbuat konfransı keçirib və bu mətbuat konfransında demək olar həmişə olduğu kimi yenidən İrana xəbərdarlıq eləyib, İrana qarşı bəyanat verib və bildirib ki, İsrail kəşfiyyatı İranın son dönəmlər aktiv şəkildə müəyyən təlimlər keçirməsindən xəbərdardır və əgər İran İsrailə qarşı hər hansısa hücum həyata keçirsə, İsrail buna cavab verəcək və Benyamin Netanyahunun sözlərinə görə son vaxtlar bu proseslər ümumiyyətlə həmişə olduğu kimi Birləşmiş Ştatlar xüsusilə Donald Trumpla koordinasiya edilir. Biz hətta bir neçə gün bundan öncə Donald Trump və Netanyahu arasında keçirilən görüşdə də, daha doğrusu telefon danışığı zamanı da şahidi olduq ki, İran məsələsi xüsusilə müzakirə olundu və
mümkün yeni gərginlik baş verərsə İsrail hansı addımlar atacaq deyə İsrailin baş naziri Donald Trumpa məlumat verdi. Donald Trumpın gündəmində isə təkcə regionda, eyni zamanda dünyada baş verən qaynar ocaqlar, müharibələr deyil, eyni zamanda daxildə baş verən problemlərdir. Problemlərdən biri bilirsiniz miqrant problemidir. Xüsusilə Donald Trump ikinci dəfə prezident seçiləndən sonra miqrantlara qarşı aktiv şəkildə mübarizəyə başladı və güc yolu ilə həll edirlər bu məsələni. Yəni qanunsuz miqrantları saxlayırlar, ölkələrinə göndərirlər, amma digər tərəfdən bu prosesə miqrantları könüllü şəkildə də cəlb eləmək istəyirlər. Məsələn, ötən gün Birləşmiş Ştatların daxili təhlükəsizlik naziri Kristi Noemin açıqlamasına görə artıq Birləşmiş Ştatları könüllü şəkildə tərk edən miqrantlara, qanunsuz miqrantlara $3000 qədər mükafat veriləcək. Təşviq eləmək istəyirlər, gözünüz gedin. Təşviq eləmək istəyirlər. Yəni İndi sadaladıqlarından sonra belə bir təəssürat yaranacaq ki, artıq Birləşmiş Ştatlar deyir ki, miqrantlara mən sizin üçün hər şey eləyirəm, təki çıxın ölkəmdən. Məsələn, məndə şəxsən elə təəssürat yaranır yəni. Təyyarə biletləri ödəniləcək, $3000 qeyd etdim. Eyni zamanda immiqrasiya pozuntularına görə cərmələr və digər cəzalar da bağışlanacaq miqrantlara. Bəli, mən və sonda da qeyd eləmək istəyirəm ki, ümumiyyətlə bu ilin yanvar ayından bəri təxminən 1,9 milyon qanunsuz miqrant Birləşmiş Ştatları könüllü şəkildə tərk eləyib və yəqin ki, artıq bu prosesdən sonra biraz da sürətlənəcək bu proses. Məndən isə bu saatlıq hələ ki bu qədər. Növbəti efirimizdə də maraqlı məlumatları çatdırmağa vəd edirəm. Çox sağ olun. Təşəkkür edirik. Hörmətli izləyicilər, xəbərin zamanını izləyirdiniz. Regionda və dünyada baş verən proseslərdən xəbərdar olmaq üçün bizimlə qalın.